abunəçilərin sayı 1000-ə çatdı və buna görə də mən hamınıza təşəkkür edirəm. Mən bu kanalı keçən il açmışam və o vaxtı məndə sadə bir kamera idi və bu sadə bir kamera ilə xarici ölkələri gəzib videolar çəkirdim. Amma videolar maraqlı olub, maraqlı olsa belə də onların keyfiyyəti çox pis idi və bu videolara baxmaq mümkün deyildi demək olar ki, və çox güman ki, məndən başqa o videolara baxan olmayıb. Malayziyada olmuşam, Nepalda olmuşam, orada videolar çox maraqlı olub, amma keyfiyyət baxımından onlara baxmaq mümkün olmayıb. Bir hafta olan Petronas gündələri. Bir balaca səviyyəli maşın. Burada yəqin bu bağlı maşın sayılır. Və artıq bu ildən mən yeni kamera aldım və başlamışam daha da yaxşı, daha da keyfiyyətli videolar çəkməyə. Əgər hər baxmamısınızsa, Taylandda maraqlı bir videolar var və həmin o videolara linki o videoda qeyd eləmişəm. Buyurub baxa bilərsiniz. Bundan başqa mən Azərbaycanın fərqli şəhərlərə, rayonlara gedirəm, videoları çəkirəm. Siz də bunları izləyirsiniz. Əgər siz hansısa bir şəhəri və ya rayonu və ya kəndi mənim videolarımda görmək istəyirsinizsə, zəhmət olmasa kommentlərdə yazın. Çalışaram, təbii ki, söz vermirəm ki, bütün yerlərə gedim, amma çalışaram ki, imkan daxilində o yerləri göstərim. Kim videolarıma baxırsa, siz bilirsiniz ki, mən çalışıram ki, yerli həyat tərzini göstərim, cəmaat necə yaşayır, gündəlik nə işlər görür. Bu kimi videolar çəkirəm və çox istərdim ki, o az tanınan yerlərə gedim, hansı bir kəndlərə gedim. Cəhd eləmişəm, çalışmışam, getmişəm, amma hansı bir kəndə çatırsan, saatlarla gəzirsən, orada adam tapılmır, kiminsə tapıb kimlənsə danışmaq biraz çətin olur. Ona görə də əgər siz istəyirsinizsə, sizin bu kəndinizə gəlim, şəhərinizə gəlim, orada bir video çəkim, kommentlərdə yazın, gələrəm, bu köməkliyi də göstərərsiniz, bir yerdə orada video çəkərik. Həm yerli cəmaatla da danışarıq, maraqlı yerləri də göstərərəm. Bundan başqa mən təzəlikcə başlamışam Azərbaycan futbolu haqqında video çəkməyə və yerli klublarla görüşürəm. Əsasən həvəskarlar liqasında çıxış edən, region liqasında çıxış edən futbol klubları ilə görüşürəm və onlarla maraqlı bir videolar çəkirəm. Əgər istəyirsə sizin klubunuz haqqında da video çəkim, siz də kommentlərdə yazın, sizlə də görüşüm, gəlim sizlə də video çəkim. Bundan başqa istəyirəm ki, deməli bu Premier Liqa mı olsun, 1-ci ya da 2-ci liqada çıxış edən komandaların azarkeş klubları ilə görüşüm, onlarla bir söhbət eləyim, bir yerdə oyuna gedim. Bu kimi videolar da çəkmək istəyirəm. Ona görə də əgər bu videoya hansısa bir futbol klubunun azarkeşləri baxırsa, siz də zəhmət olmasa kommentlərdə yazın, əlaqə saxlayaq. Sizlə də bir yerdə gəlim video çəkim və komandamızın oyununa gedək, bir yerdə baxaq. Bax belə, növbəti hədəfim inşallah 5000 izləyici. Görək də, inşallah tezliklə bu hədəfə çataram. Yenə də sizə hamınıza təşəkkür edirəm. Görüşərik. Sağ olun.